Hər vaxtınız xeyir olsun xanımlar. Gününüz xeyirli və uğurlu olsun. İlk öncə yeni dəyişimlərlə bağlı yəqin ki, hər biriniz bugün çox gözəl, dünən həmçinin kataloqu çox gözəl bağladıq. Artıq uzun müddət idi, harca bir 2 ay idi ki, biz bu ay kapanışını çox özləmişdik. Yəqin ki, sizlər də özləmişdiniz. Zaten bunu qrupdan verdiyiniz o enerjiden, o istəkdən, o arzudan, maşallah açılan rütbələrdən hər birimiz bugünü özlədiyimizi demək olar ki, hiss etdik, duyduq və inşallah inanıram ki, bu ay kapanışı son olmayacaq. Hələ daha gözəl karyerlərlə, hansı ki biz zaman var idi ki, maşallah olsun ki aya 100, ne bileyim 80, 70, 50 turkuazlarımız çıxırdı və inşallah ki o əfsanə Home Life'da da yeni era başladı deyib. İnşallah xoş gəldiniz liderim. Başladı deyib yolumuza devam etməyi ümidilə. Bugün sizi burada toplamakta məqsədimiz ama çox az xanımlar var. Bu arada onu deyim. 67. Həqiqətən möhtəşəm bir təlim olacaq. Hər kəs Əgi Məmmədova mənim təqdimatımda. Son anda Məmmədova hər zaman kimi Hızır kimi yetişir. Niye? İşinin peşekarı, zaten işini anlayan her zaman da neyinir? Hazır olur. Çünkü bizim işimiz zaten verimli olmaktı. Ne kadar verimli olacak, ne kadar insanlara destek olacak, ne kadar işinin peşekarı olan liderler yetiştirecek, o kadar kazanacak ve o kadar da inşallah ki kazandıracak. Ayın əvvəlindən ilk önce mən niye ilk gündən bu təlimi keçmək özümə boş bildim? Çünkü mən bilirəm ki bu sektorda eğer bir gününü belə hədər verdin, nəinki bir gününü, bir saatini belə hədər verdinsə, artıq sən istədiyin nəticələri almayacaqsan. Deyə bilərsən ki, Şənə xanım, bu biznes əslində online biznesdir, əslində evdən idarə olunan işdir, əslində zamanı sən belirləyirsən, istədiyin zamanda, istədiyin məkanda çalışa bilərsən deyərək bu şəkildə fikirlər oluştura bilərsiniz. Amma mən nəzərinizə çatdırım ki, bəli, online biznes dediyimiz işdə doğru irəliləməyi bacarıb və bu işin mahiyyətini doğru anlamağı bacarıb, həqiqətən də doğru planlama və statistika üzərindən irəliləməyi bacarıb, o zaman gözəl nəticələr alıb, gözəl yerlərə gəldiyimizin simgəsini inşallah ki, səs sala bilərik. Buyur Məmmədova, siz də ayın əvvəlində dünənki həm təəssüratlarınız, həm də bugünkü maşallah olsun yeniliklərlə bağlı bir də sizdən dinləyək. Hər vaxtınız xeyirli olsun. Mənim dəyərli liderim Çinara Baxşəliyeva. Çox təşəkkür edirəm öncəliklə. Dediyiniz xoş sözlərə layiq olmağa çalışarım inşallah. Xanımlar, ay başlanğıcı, ay qapanışı iki önəmli məqamdır. Və bizim işimizin, əgər profesional şəkildə işimizi idarə eləmək istəyiriksə, bu iki məqama diqqət eləməliyik. Ay başlanğıcı necə başlayırsa, nəticəmiz də o cür olur və ona görə də ayın bu ilk günündən düzgün şəkildə vurğu etməliyik və ilk başlanğıc gündə hər birimizin bir funksiyaları olmalıdır və üstəlik başlanğıc etmədən öncə bizim bir planımız olmalıdır hər birimizin. Ən yeni xanımlarımızdan, komanda üzvlərimizdən başlayaraq ən yüksək olan liderlərimizə qədər, partnyorlarımıza qədər hər birimizin ayrı-ayrılıqda bir ay başlanğıcı planlamamız olmalıdır. Və bugünkü möhtəşəm xəbərlər də təbii ki Diamond chatında olan sizin sponsorlarınız bildirib. Şeyda xanım ümumiyyətlə o qədər gözəl bir qadındır. Biz zaten konferansda onunla bir yerdə olanda mən heyranlıqla onu izləyirdim. Çünki həm əsil bir qadındır, həm də qadının əli dəydiyi bir yerdə, qadının əli dəydiyi bir sistemdə qazanmamaq qeyri-mümkündür. Dərhal şəkildə hər bir şeyə o dəqiqə müdaxilə edə biləcək kapasitəyə sahibdir və çox ağıllı bir sistem qurub xanımlar. Bugün Azərbaycanda bir baxın bizim komandamıza ən çox digər şirkətlərdə olmuş zamanında neçə illik networkçular və yaxud da hər bir burada insanlar, elə insanlar var ki, bir baxın hamısı buradadır. Yəni bugünkü gündə Azərbaycanda ən aktual və ən çox qazandıran sistem məhz Home Life sistemidir. Bunun qədrini bilərəkdən başlayaraq, məsələn, başqa şirkətlərdə olanda, indi başqa şirkətlər, başqa sistemlər deyək, orada sən direktora çatana qədər ümumiyyətlə qazancın olurdu. Yəni ümumiyyətlə qazancın. Mən bugün məhtəl qalıram ki, Liderlərim, Aygül xanım məndə dondu. Aha. Donub liderim. Aha, biri şəxsinə yazsın Məmmədovanınki donmusuz. Aha, deməli, neynədik? Ayı doğru kapayaraq və ayın başlanğıcında Məmmədova çox gözəl bir nüansa toxundu xanımlar. Ayın, əgər bir işdə uğurlu olmaq istəyirsinizsə, bir ayın kapanışını, bir də ayın buyur liderim, gəldin. Çox üzr istəyirəm, internet gedib, mən də bilmədim. Yəni, doğru şəkildə ayı bağlamaq istəyiriksə, doğru şəkildə başlanğıc etməliyik. Buyurun liderim, siz başlayın. Təbii ki, zaman-zaman mən də qısa-qısa fikirlərimi bildirəcəm. Deməli, nə edirik? Birinci növbədə
növbədə biz ayı başlamaq üçün nə etməliyik? Bizim birinci növbədə biz ayı başlamaq üçün bizim bir planımız, bir statistikamız olmalıdır. Mən yeni gəlmişəm, təbii ki, mən burada yeni gələnlərdən inşallah öz fikirlərimi bölüşüb ta yüksək rütbələrə qədər nə etməlidir, necə çalışmalıdır və ayın əvvəlindən necə başlamalıdır ki, İnşallah ki, ayın sonunda da istədiyi nəticələri almış olsun. İlk növbədə ayın başlanğıcında necə başlamalıyıq? Yeni gəlmişəm, təzə gəlmişəm. Artıq qarşıma bir hədəf qoymalıyam. Mənim hədəfim nədən ibarətdir? Mənim hədəfim ilk AKİK rütbəsini təsdiqləmək. AKİK rütbəsi üçün mənə neçə min bonus bal lazımdır? Neçə GP lazımdır? Mən gün ərzində neçə insanla danışmalıyam, neçə insanla çalışmalıyam və insanı bu sistemə neçə insanı daxil etməliyəm ki, təbii ki, bunun yollarını sizin sponsorlarınız örgədir. Yeni gəlmiş xanım ola bilərsiniz, ilk başlanğıcda sizə yox deyə bilərlər, istəmirəm deyə bilərlər, lazım deyil deyə bilərlər, əziyyət çəkərsiniz, əmək qoyarsınız, insanlara çatdıra bilməzsiniz fikirlərinizi. Amma bu təbiidir. Necə ki, yeni bir işə başlayarkən insan birinci növbədə edə biləcəklərini öyrənərək, sonra edə biləcəklərinin üzərinə öz fikirlərini əlavə edib, doğru irəlilədikdə istənilən sahədə bu keçərlidir. İstənilən sahədə. O sahədə birinci işini peşəkarına çevriləcəksən, birinci təlimatları yerinə getirəcəksən, alınması üçün deyil, öyrənilməsi üçün. Keçən səfər bilməm, hansısa təlimdə çox gözəl bir söz deyilmişdi ki, hər çöküş, hər gediş, Arzu Xıdırzadə səs atmışdı, yadıma düşdü. Hər çöküş, hər gediş bizə niyə deyil, təcrübə olarsa, biz təcrübələrimizdən dərs çıxartmağı bacararıqsa, bəli, çox gözəl yerlərə gəlməyi də bacararıq. O zaman nə edəcəksiniz yeni gələn xanımlarımız? İlk növbədə bu sistemi, bu şirkəti, bu məhsulları hər kəsə təqdim edəcəksiniz. İkinci, burada artıq müəyyən vaxtı fəaliyyətini davam etdirir. Artıq 1 aydır, 2 aydır, 3 aydır, 5 aydır və çalışmaq yolunda əmək sərf edir. İstədiyini hələ ki ala bilmir, amma çalışmasını davam edir. Onlara məsləhətim, birinci durmayacaqsınız. İlk növbədə sizin işiniz şəxsi devrəyə özünüz etmək. Bugün bu barədə təbii ki, həm Gülnar Abbasovanın fikirləri, həm də hər birimiz neynədik? Liderimizin dediyi kimi, bəli, öz bərəkətimizə, daha doğrusu öz kabinetimizə, öz biznesimizə bərəkət qataraq devrəmizi təşkil etdik. Neynədik? Biz artıq məsuliyyətimizi dərk etdiyimizi komandalarımıza göstərdik. Və bunu siz də edəcəksiniz. Deməyin mən akikəm, deməyin mən yeni gəlmişəm, deməyin mənim alt komandada 2 nəfər var. Əmin ol ki, o 2 nəfər səni izləyir. Əmin ol ki, o 2 nəfər səni gözləyir. Əmin ol ki, o 2 nəfər Çınarənin devrəsini təşkil etdiyini deyil də, onun məsuliyyətini dərk etdiyi deyir, Çınarənin nə vecinə ki, 1800 manat, 1900 manat maaş alır. Əlbəttə ki, verəcək onun 35 manatını. Və yaxud da ki, Aysun nə vecinə artıq 50 manat maaş alır, artıq 40 manat maaş alır, verəcək daha o devrəsini vaxtında. Amma sən bir sponsor olaraq 2 alt komandada olan qeydiyyatı gətirir, zaten heç bir rütbə açmamısan, amma nə edirsən? Sən o insanlara örnək olaraq, bəli, mən də aylıq devrəmi və mən məsuliyyətimi dərk etdim deyib, İlk bərəkətinizi inşallah ki, kabinetinizdən başlayacaqsınız. Sonra nə edəcəksiniz? Sizin aylıq hədəfiniz olmalıdır. Mənim bayaqlar qeyd etdim, mənim rütbəm, hansı rütbəni istəyirəm və mən bu hansı rütbə üzərindən irəliləyirəm. Mən bu rütbələri təsdiqləmək üçün nə etməliyəm, necə çalışmalıyam deyib, hədəfinizi doğru bəriləməyi bacarıb, günə qeydiyyatlarınızı, mən hər zaman xanımlara deyirəm ki, mənə 100 dənə elan lazım deyil, mənə 5 dənə müsahibə lazımdır. 100 dənə, istəyirsən bu 10 dənə müsahibə keç, daha doğrusu 10 dənə, 10 insana yaz, ondan 5-inə müsahibə keç. İstəyirsən 100 insana yaz, yenə də ondan 5-inə müsahibə keç. Artıq qərar sənindir. Və sən o inamla, o arzuyla, o istəklə, bugün mən də istəyəcəm, bu ay mən də istədiyim nəticələri alacağım, mən də istədiyim yerə gələcəm. Mövzu rütbə açmaq deyil, xanımlar. Mövzu işini peşəkarına çevirmək və insanları bu sistemə daxil etməkdir. Və əmin olun ki, zaman gəldikcə onsuz da siz sistemə daxil etdiyiniz insanlara artıq işinizin özünüz peşəkarı olduqda, insan resurslarla doğru çalışdıqda, insanların suallarına doğru cavablandırmağı bacardıqda, etirazlarla doğru çalışmağı bacardıqda, onsuz da sisteminiz irəliləyəcək. Mən hər zaman deyirəm, komanda qurmayın, sistem qurun. Sistem qurda artıq gerisi təfərrüat, sistem zaten ki səni daşıyacaq ən yüksək level'a. Sonra keçək buradan akiklər və safirlər. Hansı ki artıq müəyyən kariyer sahibidirlər. Artıq hansı ki təbii ki bu komandanın alt komandasında bir devriyə keçib ki bu artıq akik rütbəsini açıb. Və bu akik rütbəsini açan xanıma mənim ilk növbədə statistikamın başında nə durur? İlk məsləhətimin və fikirlərimin ki, sən bugün uğurlu olmaq istəyirsən və yeni kariyer üzərindən və yeni akiklər, sən özün kimi akiklər çıxartmaq istəyirsənsə, akiklər üzərindən irəliləmək istəyirsən və komandada qazanan insanlar yetişdirmək istəyirsənsə, o zaman sən nə edəcəksən? Sən birinci kabinetini bir gözdən keçirəcəksən. Keçən ayın filan vaxtına qədər mənim artıq 15-inə qədər vurduğum məhsul devrəsini təşkil etdirdiyim insanlarım var. Plus, mənim keçən ay ümumiyyətlə devrəsini keçməyən, bəhanələrə sığınan insanlarım var. Onu birinci didikləyəcəksiniz.
Sırf istər akik, istər zümrüd, istər safir, istər turkuaz. Üzəri liderlərin məsuliyyəti bundan ibarətdir. Ki, sənin keçən ay dividəni təşkil etməyən insanlara, birinci sən onların məsuliyyətini təşkil etdirəcəksən, məsuliyyətini dərk etdirəcəksən ki, sən bilir ki, xanımlar, burada biz ballar üzərindən irəliləyirik. Və bunu ballar üzərindən irəliləmək o demək deyil ki, sən vurursan, mən qazanıram. Xeyr, sən öz məsuliyyətin, şirkətin şərtini yerinə yetirirsən. Şirkətin şərtini yerinə yetirdikdən sonra nə edirsən? Sənin gətirdiyin insanlara şirkətin şərtini yerinə yetişdirirsən. Və nə edirsən? Elə tam da buradan başlayır ki, sən gətirdiyin insanları artıq nə etməlisən? Keçən ay divrəsini təşkil etməyib. Hər hansı bir problemə görə. Mənə görə ümumiyyətlə divrəsini təşkil etməyən bir liderin bu sektorda qazanmaq kimi şansı olmayacaq ki, bəzən olur, istisna hallar olur ki, hansı ki biz bunu keçə bilirik də, müəyyən səbəblərdən, müəyyən problemlərdən, amma bu sizə belə necə deyərlər, bəli, mənim problemim vardı deyib, özünüzə təsəlliniz olmasın. Çünki biz bir işə daxil olanda, onsuz da onun qayda qanunlarını bilərək daxil oluruq. Bizim işimiz nədən ibarətdir? Bizim işimiz şirkətin üç şərtini yerinə yetirməkdən ibarətdir. Öyrənmək, vərdişi dəyişmək və insanları bu sistemə daxil etmək, insan dəvət etmək. Neynədik? Və ilk başladığımız sistemdə, o dünən Subtay Balcı da, hansı ki, sonranda yadınızdadırsa, Diamond qrupu da, hətta Skrinlini Uğur Yol Akademiyasında da atmışdım ki, yazmışdı, didik edəcəksiniz, hər kəsin qapısını döyəcəksiniz. Əmin olun ki, bugün əksəriyyətiniz tanıdığınız Nazənin Hacıyev adı silinirdi. Adı silinirdi, silinənə hardasa bir həmin bütün demək olar ki, onun alt komandasında məhsul devrəsini təşkil etməyən hər kəsin adı silindi. Və biz getdik ona, həqiqətən çox bizə minnət elədi, çox bizə belə Xəylə xanım getdi, mən getdim. Nə elədik? Biz ona dövriyyənin önəmli olduğunu anlatdıq. Anlatdıqdan sonra bugün artıq maşallah olsun ki, ametist lideridir. Və bugün deyir ki, nə yaxşı ki, o gün alt komandamda mənim nə qədər devrəyə getməsinə baxmayaraq, mən anlamadığım halda siz gəlib onu mənə deməsəydiniz ki, sənin vacibdir məhsul devrəsi və sənin alt komandada nə qədər devrəyə yığılıb, mən bugün o rütbələrə malik olmazdım, bugün o gəlirlərə sahib olmazdım, bugün artıq öz ayaqlarım üzərində doğru durmağı bacarmazdım. Hansı ki, ancaq uşağımı böyütməklə ikinci iş olaraq təbii ki, bura qoşulmuşdu və mamaça, bu nesistra deyirlər. Liderim onu Azərbaycanca nə deyirlər ondan? Yəni ondan, o mesistra idi və nə edirdi? 200 manat maaşa. Hansı ki deyir uşağımın zamanı, uşağının 3 yaşı var Allah saxlasın. Uşağımın zamanından alırdım. Mən gedirdim. O uşağı qoydum atasının yanında. Uşaq mənsiz böyüyürdü və analıq məsuliyyətinə çıxarkən o qədər gözəl bir rahatladım ki deyir və o analıq məsuliyyətinə çıxan zamanlarda bu biznes onun qarşısına çıxdı. Və nə elədi? Həyatını dəyişdi. Ona görə xanımlar, siz sistemə daxil olub insanlara bu işi təqdimat edərkən, siz insanların məhsul devrəsini təşkil etdirərkən, bu şirkətin şərti olub, o insanların həyatına işıq olursunuz. O insanlara kömək olursunuz. O insanlara dəstək olursunuz. O insanlara işin mahiyyətini. Bu gün mən Məfsələ Baxşaliyeva həqiqətən hər dəfəsində duaçıyam. Hər o pulu alanda mən Məfsələ Baxşaliyeva duaçıyam. Niyə duaçıyam? Liderlərim, mən də məhsul vurmayan xanımlardan idim ki, məni zorla, valla 60 manatlıq mənə zorla məhsul vurdurdu və o gün zorla məhsul vurdurduğu üçün mən bu işin mahiyyətini dərk etdim. Əgər bacım belə mənə endirim etsəydi ki, əşi, eybi olmaz, bacımdır da, olmayacaq onun 60 manatı, gələn ay rütbəsini açanda edərdi desəydi, mən də o kafada böyüyəcəydim, mən də o düşüncədə böyüyəcəydim. Sabahları mən də insanlarıma endirim edəcəydim ki, əşi, onun imkanı yoxdur, o kasıbdır, onun belə və mən o insanları qazandıra bilməyəcəydim. Nə qazanacaqdım, nə qazandıra bilməyəcəydim. Ona görə ilk işiniz, gedin kabinetimizi didik edin. Baxın, kimlər ki, keçən ay məhsul devrəsini təşkil etməyib, bu ay hər birinə qarşınıza deyək ki, bir turkuazsız, bu turkuazı inşallah ki, neyinirsiniz, dənə-dənə düşürsünüz, o insanlarınıza yazırsınız ki, keçən ay məhsul devrəsini təşkil etməmisən, gəlmirsən, artıq başlamalıyıq və insanlara məhsul devrəsini ayın birindən etdirib və pul statistika üzərindən də o insana yön verib, o insanın qazanmasını da inşallah təmin edirsiniz. Bu liderim səs açdı, sonra keçəcəm inşallah digər fikirlərimə. Mən əlavə etmək istəyirəm Çinarə Baxşaliyevanın sözlərinə. Baxın xanımlar, bu bizim qoyduğumuz qaydalar deyil. Şirkətə əgər siz sistemə daxil olmusunuzsa, anlamaq lazımdır ki, 3 qaydaya bir mənalı şəkildə əməl etmək lazımdır. Amma gəlin mən sizə belə bir məsəl çəkim. Niyə? Mahiyyətini açıqlayım ki, biz niyə görə məhsul dövriyyəsi eləyirik? Bizim burada məqsədimiz nədir? Sadəcə şirkətə məhsulunun belə deyək də getməsi, şirkət məhdəddirmi bizim 35 manatlıq dövriyyəmizi keçməyimiz üçün? Xeyr. Bu ondan ötürü qoyulub ki, baxın xanımlar, biz 35 manatlıq məhsul dövriyyəsi almalıyıq. Niyə? Əvvəlcə özümüz əmin olmalıyıq. Bəlkə heç mənim xoşuma gəlməyəcək bu məhsul. Bəlkə heç mən bəyənməyəcəm. Necə reklam eləyəcəm? Bəlkə məni aldadırlar. Öncə özünüz əmin olmalısınız. Əmin olduğumuz bir şeyi daha rahat şəkildə reklam edə bilməyimiz üçün. Bu ondan ötürü lazımdır. Bəli, məhsul dövriyyəsi buna görə lazım ki, sən rahat bir şəkildə reklamını edə biləsən. Çünki sən əgər doğru bir insansansa,
Əgər insanlara yalan yoxdursa, yəni belə işlərlə məşğul deyilsənsə, əmin olmağın üçün şirkət sənə bu şəraiti yaradır. Plus 23% endirim 23% endirim təqdim edir. Plus eyni zamanda 30%, 50% də məhsullara endirim etdiyini, yəni şahidiyik biz. Avtobonus, nə bilim digər pul bonusları, xırda bonusdan çox bizdə bir şey yoxdur. Niyə bunu edir? Sən rahat reklam edə biləsən. Sən reklamçısan, hər şey səndən başlayır. Ofisdə sənsən, reklamçı da sənsən, logistikada sənsən, hər şey sənsən. Səndən başlayır və sənin bunu anlamağın üçün o məhsula toxunmağın lazımdır. O məhsulu anlamağın lazımdır. Və bunun üçün şirkət sənə şərait yaradır ki, endirimlə gəl götür. Mənim satış qiymətimə deyil, sən mənim distributorumsan, sənə dəyər verirəm, sənə endirim edirəm, sən də bu endirimdən yararlan. Özün əmin ol. Və deyə bilərsiniz ki, məsəl üçün mənə çox insan deyir ki, Aygün xanım deyir sizə reklamçı. Yaxşı, biz əgər reklamçıyıqsa, şirkət bunu bizə bedava, pulsuz versin. Biz də gedə reklamını eləyək də. Baxın, təsəvvür edin ki, sistemə daxil olan hər bir kəs bu düşüncə ilə daxil olsa və şirkət də bu dediyimizi etsə, şirkət deyə bir şey qalmaz, bankrot olar. Və şirkət ağıllı bir sistem qurub ki, satış qiyməti başqa, yəni bazar qiyməti başqa. Sən gedib, məsəl üçün onu bazardan alsan, o qiyməti almayacaqsan, çünki çox keyfiyyətli məhsuldur. Sən distributor olduğun üçün hər bir məhsulu endirimlə götürürsən. Üstəlik hədiyyə qazanırsan. Bu ondan ötürü lazımdır ki, şirkət deyir ki, mənim distributoruma verdiyim dəyərdir, reklamı gözəl bir şəkildə edə bilməyin üçün. Yox, sən də o məhsulu aldın, atdın evə və yaxud da heç baxmadın, bir ay yatdın, işləmədin, heç nə etmədin, hərəkət etmədin, Nazənin xanımı misal çəkdiniz. Yəni elə insanlarımız var. Özümüz necə isə insanımız bizə oxşayacaq xanımlar. Əgər siz istəyirsiniz ki, sizin rəsmi, belə deyək də, daha doğrusu şəxsi referansınız sistemə daxil olan kimi məhsulu tanımaq istəsin, öncə ona mahiyyəti açıqlayacaqsınız və özünüz nəsinizsə insanın sizə oxşayacaq. Sizə əgər ayın ilk 3 günü ki, mən bugün məsəl üçün dövriyyəmi artıq keçmişəm, 3 günün ərzində dövriyyəmi nə olur olsun keçirəm. Dövriyyənizi keçmiş bir lidersə, baxın, bugün Çinar xanım sözü olmasın, bizim bayağı bir karyeramız ola bilər şirkət nəzdində. Amma ilk gəldiyimiz gündə, gəldiyimiz anda öncə mənim üçün məhsul önəmlidir. Bəli, məhsul dövriyəsini etmişəm. Onda da misal üçün indiki gəlirimiz var, tamam da, onda gəlirimiz yox idi. Və siz bunu təşkil eləyəcəksiniz. Necə eləyəcəksiniz? İşə başlamamışdan öncə hər bir xanımın bir büdcəsi var. Hər kəs özünə burada dəyər verir, hər kəs özünü sevir. Öz təmizliyinə, öz gigiyenasına diqqət edir. Sən bircə dəfə sına, məhsulu sına və sistemə daxil etdiyin insana da bu cür tövsiyə et. Sən məhsuldan əmin olmağın üçün şirkət bunu təklif edir. Sən məhsulu tanıyasan da, yəni şirkət bunu təklif edir ki, mənim məhsulumu tanımaq üçün 35 manat cüzi bir məbləğdir qızlar. Yəni mən adicə bir harasa gedəndə, marketə gedəndə özümə nə saldım? Valla 35 manat almıram. Çox çıxır ki, az çıxmır. O qədər xərc çıxır. Sən burada 35 manata bir böyük bir dünya qurursan, bir sistem qurursan, bir şəbəkə toru qurursan və pul qazanırsan. Bilirsiniz şəbəkəçilərin pulu niyə çox olur? Yəni məsələn, statistika ilə götürəndə, əgər sən orta təhsil lisəsi və yaxud da təhsilin yoxsa, bir xanımsansa və yaxud da nə bilim lap təhsilin varsa, mənim ali təhsilli qohumlarım var. Ən çox mən qazanıram. Niyə? Çünki bir networkçuya ona görə çox pul verir şirkət ki, sən onun reklamını edirsən, tanıtımını edirsən, gözəl şəkildə məhsul istifadəsinin video. Mən bu məsəl üçün təmizlik vlogu çəkdim. Orada damla iyonizə məhsulumuzla hamam təmizləyici vasitəni çəkiliş elədim. Artıq mənim 7 nəfər məndən SS eləyib atarım qrupları. Soruşdu ki, Aygün xanım nə işlədirsiniz orada? Ya qohumlardan ay Aygün bu nədir işlədirsən? Neynədir? Heç nə eləmədim. Gündəlik bir rutinimi qısaca çəkdim, qoydum ora. Yəni bizim əlimizdədir. Dünya bizim əlimizdədir. Xəbəriniz var xanımlar. Bizim əlimizdədir. Biz bu dəqiqə sosiallarda, Instagramda, nə bilim, WhatsApp statusunda bir dənə bir şey paylaşaq mı? Bizə güvənən insan, baxın, bizə güvənən insan soruşacaq ki, o nədir? Yəni güvənməyimiz üçün də biz özümüz onun istifadəçisi olmalıyıq. Düzdürmü? Belə. Buyurun liderim, siz davam edin. Ara sıra mən də yenə deyəcəm. Çox gözəl nüansa toxundunuz ki, biz özümüz tanımadığımız bir məhsulun təqdimatını heç vaxt kiməsə təqdimat edə bilmərik. Çünki zaten biz distributoruq və bizim işimiz reklamdır. Biz reklam agentliyi ilə əməkdaşlıq edirik və reklam edəcəyimiz məhsulları tanımasaq illa ki tanıda bilmərik. İkinci, artıq biz bildik ki, bizim işimiz məhsul devrəsindən keçir və biz gedirik kabinetimizi gözəl aktivləşdiririk. Gətirdiyimiz insanların kabinetlərini aktivləşdirməyi təmin edirik. Komandamızda keçən ay məhsul vurmayana ayın birindən həm kampaniyalardan istifadə etməyini təmin edirik ki, hansı ki, maşallah olsun ki, indi sonunda da bu kampaniyalar haqqında da öz fikirlərimi bölüşəcəm. Artıq şirkət sənə birindən üçünə qədər dividend təşkil edərsənsə, neçə insana o əlavə gələn ay şirkətdən pulsuz məhsul götürəsən deyə də sənə şans qazandırır. İkinci,
biz bildik və komandamızı bu yöndə artıq maarifləndirdik. Məhsul livrəsinin önəmi olduğunu, məhsulların təqdimatının və biz reklamlarımızı gücləndirib məhsullarımızı istifadə edərək də həm qruplara, həm şəxsilərə, həm statuslara, həm də storylərə bəzəyərək artıq bu bizim bir məsuliyyətimiz olduğumuzu dərk etdik. Keçək ikinci nüans nədən ibarət? İkinci nüans, xanımlar, maşallah olsun ki, hər biriniz, yəni qrupda varsınız, hər biriniz dinləyirsiniz, hər biriniz öyrənirsiniz, hər biriniz, yəni o can qulağınla bunu təbii ki, dinləyən xanımlara deyirəm. Birinci dinləməyən xanımlar, illa ki, işinin peşəkarına çevirmək istəyirsənsə, demə bu gün heç nə anlamırsan. Bəlkə də yeni gəlmişsən, qrupa daxil olmuşsan, hələ ki, belə Lori də deyirəm, dünyadan xəbərin yoxdur, burada nə danışırlar, boş-boş danışırlar düşüncəsində olan insanlarımız var. Ay filan kəs də burada ancaq bir-birlərini təbrik edən bir qrupdur deyə insanlar var. Bəli, bunu mən də etmişəm, hər birimiz etmişik. İlk şəbəkəyə daxil olanda hər birimiz belə şəbəkəçi də doğulub, bəli, hər şeyin mahiyyətini anlamış deyilik. Amma nə eləmişik? Buradan sizə keçdiyimiz yolu məqsədimiz göstərməkdir ki, biz etmişik, siz etməyin, biz uğurumuzu gecikdirmişik. Siz bu günləri artıq maşallah olsun ki, uğurlu xanımların dilindən bu fikirləri özünüz üçün qavrayıb mənimsəyib, inşallah ki, gələcəkdə tətbiqini edərkən çətinlik çəkməyəsiniz. Dinlədiniz, dinləməklə qalmayın. Anlamağa çalışın. Anladınız, anlamaqla qalmayın. Ötürməyə çalışın. Niyə səbəbini deyəcəm? Çünki zaten bu tipdə, daha doğrusu artıq bu statistika üzərindən təsdiq olunmuş bir nəzəriyyədir ki, bu artıq belə deyim də, Kurikulum Azərbaycana mən hər dərsdə bunu deyirəm, bu dəfə də demək gərək deyirəm. Kurikulum Azərbaycana gələndə bütün valideynlər dedilər ki, bunların başı xarab olubdu. Yəni bu nə deməkdir? Biz 6-cı sinifdə oxuduğumuz hansı ki məsələlərin o fərqli formatda uşaqların beyninə aşılanmasını təmin etmək uşaq anlamır, başa düşmür. Yəni biz bilmişik ki, bizim məsələlərimiz nədən ibarət xanımlar? Məsələn, 80-ci illərin uşaqlarının məsələləri nədən ibarətdir? 90-cı illərin nədən ibarət idi? Hə, 5 də gələk 5 dənə toyuq var, ondan ikisi getdi, neçəsi qaldı? Biz bunu öyrənmişik, düzdürmü? Bəli, biz bunu öyrənmişik. Amma biz öyrənməmişik ki, uşaq gəlsin 3-cü sinifdə, 4-cü sinifdə çətin bir məsələ. Vallahi mən ana olaraq, hətta institut bitirmiş olaraq, diplom sahibi olaraq, vallahi bəzən oxuyuram, o qədər düşünürəm ki, bu nə demək istəyir, bu nə qayrır, bu 4-cü sinifin məsələsidirmi? Amma gəlin görək bir şey nəzərimizə salaq ki, bəli, uşaq gördüyünü götürür. Və gördüyünü götürdüyü kimi də ötürdüyü qədər də bacarır. Bu iş də belədir. Biz deməyin yeni gəlib, deməyin təzə gəlib, deməyin yorarıq falan filan. Geçsinlər, dinləsinlər qrupları. O gördüyünü götürsün, götürdüyünü də ötürsün. Çünki 170% insan beynində qalması üçün insan eşitdiyini, duyduğunu, anladığını mütləq və mütləq ötürməlidir ki, bacarsın. Ötürməlidir ki, 70% onun yaddaşında qalsın. Nə elədik? Artıq qrupların mahiyyətini də dərk etdik. Maksimum bir ay ərzində özümüzə hədəf qoyuruq ki, bir ay qrupa atılan bütün səsləri dinləyəcəm. Bəli, demirəm, durun, gəlin, salam, sağ ol, və salamı dinləyin. Başdan dinləyin, diqqətinizi, marağınızı çəkilmə, axıra qədər dinləyin. Gördünüz o sizin diqqətinizi çəkmirmi? Keçin deyərinə. Bəlkə olur ki, birinin danışığı, birinin düşüncəsi, birinin fikirləri, birinin hər hansı bir tərzi sənə uymur. Eyb olmaz. Keç, amma illa ki o qrupdan illa ki sənə uyacaq. Sənin düşüncələrini, sənin fikirlərini, sənin ideyalarını bir lider tapasan, hər gün onu dinlə. Hər dəfəsində onu dinlə. Amma dinlə. Öyrənməyin üçün dinlə. Sonra nə etməliyik ki, biz uğurlu olaq? Uğurlu olmaq üçün hər gün etdiyimizin üzərinə yeni bir şeylər əkləməliyik. Məsələn, bu günləri mən 5 insana iş haqqında məlumat verdim. Sabahlar 16 eləyəcəm. Bugün mən qrupa 1 saat zamanımı ayırdım. Sabah saat yarım eləyəcəm. Bu günləri mən artıq təlim keçmək etabında. Bu ay mən 1 dənə təlim keçmişəm, gələn ay 2 təlim keçəcəm. Bu ay 5 dənə mini təlim keçmişəm, gələn ay 10 dənə mini təlim keçəcəm. Xanlar, mini təlim keçməkdənmi, bilgilərinizi ötürməkdənmi, bilgilərinizi öyrənib ötürməkdən heç vaxt çəkinməyin. Niyə? Çünki bu bilgilər bayaqlar qeyd etdim ki, insan beyni elə bir qavram, elə bir yerdir ki, biz öyrəndiyimizi ötürəriksə, biz o enerjini qarşı tərəfə verəriksə, biz bilgilərimizi qarşı tərəfə çatdırarıqsa, bizim bilgilərimiz paslamaz. Yəni, yer üzündə bir şey var ki, iki şey işləndikcə pas atmaz, işləndikcə inkişaf edər, işləndikcə genişlənər. Biri dəmirdir, biri beyindir. Dəmir işləndikcə pas atmır, beyin də işləndikcə açılır. Hətta belə bir araşdırmalar nəticəsində uşaq dünyaya gələrkən niyə danışa bilmir, niyə fikirlərini ifadə edə bilmir, niyə anlamır, gözsüz körpə uşaq, qırxılı uşaq bir-bir nə danışırlar, səslər, küylər onun qulağına, onun beyninə küy-küy ilə gəlir. Bilirsiniz niyə? Çünki beyin açılmır. Beyin elə bir, Allah tərəfindən elə bir texnika ilə yaradılıbdır ki, o işləndikcə açılır. İşləndikcə artıq neyinir? Təcrübə nəticəsində açılır. Və bizim beynimiz, deyək ki, dünyaya gəldik, bir nöqtədir.
Artıq yavaş-yavaş dünyanı kəşf edirik, torpağı kəşf edirik, təbiəti kəşf edirik, insanları kəşf edirik. Bir nöqtə oldu, 2 nöqtə, 3 nöqtə, 5 nöqtə, 10 nöqtə, artıq barmaq izi qədər bu böyüdü. Və onlayn biznes ən böyük deyərdim ki, qadınlar ümumiyyətlə biraz küt adlandırılır. Niyə küt adlandırır? Çünki bilirsiniz də qadın olaraq belə yeməkdir, içməkdir, uşaqdır, ailədir. Azərbaycan mentaliteti olaraqdan da ay təhsil olmaz, ay oxumaq olmaz, ay başını salla, ancaq ailə qur, get ailənə xidmət et. Qavramında böyüdüyümüz üçün bütün xanımlarımız indi maşallah olsun, indiki qızlar halal olsun. Yəni bizim devrimiz kimi deyil. Amma ən azından yenə də qadın olaraq bizim Azərbaycan mentalitetinə görə bizim o beynimiz, qavramımız hələ də onu algılamamaq prosesindədir. Amma gəlin görək onlayn biznesdə. Mən bu günləri az yaşlı uşaqların onlayn biznesdə eşidəndə ki, bunun 18 yaşı var, bunun hətta 14 yaşlı uşaqlara belə o qədər fəxr edirəm ki, əslində lazım deyil, 14 yaşlı uşaq gitsin, dərsini oxusun, amma mən özümdə olanların, o beynimin inkişafını gördüyüm üçün o qədər fəxr edirəm ki, az yaşlı uşaqların bu sahəyə meylənməsi, 18 yaş yuxarı uşaqların, bilirsiniz niyə? Çünki o uşaqlar artıq beyni açılır və öz həyatda öz mövqeylərini, öz duruşlarını, öz nə bildiklərini və ayaqları üzərində durmaqları bu sahə onlara təmin edir. Ona görə sizlər də xanımlar, birinci maddiyyatdan önəmli, etdiklərinizin üzərinə yeni bir şeylər edib, hər gün mini təlim keçin. Özünüzə keçin, qruplara atmayın. Amma öyrənin, öyrəndiyinizi özünüz üçün bir qrup açın. Hansı ki mənim barımdır, lazımlılar qrupu. Nə edirəm, bir də görsən oraya özüm üçün səs atıram, pozuram, təlim hazırlam. Sanki o bilirsiniz necədir? Özüm üçün orada takılıram, amma ən azından öyrəndiyimi öyrədirəm, atıram, çıxardıram. Bu mənim yaddaşımda daha gözəl qalır. Bu mənim beynimi daha gözəl açır. Bu mənim fikirlərimi icra etmə, fikirlərimi ifadə etməyimi daha gözəl təmin edir. Nə elədik? Etdiklərimizin üzərinə əlavə bir şeylər də əkləməyi unutmuruq. Plus, etdiklərimizin ən yaxşı etdiyimiz nədir? Ya illa ki, buradakı bütün xanımların illa ki bir ən yaxşı etdiyi bir şey var. Məsələn, kimisi məhsul devrəsinin qəşəng tanıtım edir. Kimisi məhsul devrəsinin qəşəng təşkil elətdirir. Kimisi məhsulların qəşəng satışından məşğuldur. Kimisi gözəl dəvət gətirə bilir. Kimisi çox gözəl təlim keçə bilir. Kimisi fikirlərini ifadə edir. Kimisi qrupları dinləyir. Etdiklərinizin üzərinə 10 əlavə ay ərzində artıq hədəf qoyacaqsınız ki, mənim etdiklərim bu, bunlardır və o ay ərzində 10 əlavələriniz olmalıdır. Plus, ən yaxşı etdiklərinizi də daha mükəmməlləşdirin. Çünki daha mükəmməlləşdirdin, bir də kiçik-kiçik özünüzün uğurlarınızı özünüzə təqdirləndirin, özünüzü mükafatlandırın. Məsələn, adicə bir səs ata bilmirdinizmi? Qrupa səs atdınız, gedin özünüzdən fəxr eləyin. Bir məhsul devrəsi təşkil etdirə bilmirdinizmi? Bugün bir məhsul devrəsini təşkil gedin özünüzdən fəxr edin. Bugün statusunuzda nəsə paylaşdınız, bu sizə xoş gəldi. Vallahi mən dəfələrlə Agil Məmmədova deməsin. Keçən səfər bir statusda bir şey paylaşmışam, belə zəhləşmə zamanı deyir ki, 100% Çınarə xanım ona 10 dəfə. Nəyin ki 10 dəfə? 100 dəfə baxmışam. İnanın ki, nəyin ki. Və baxıram, özümlə fəxr edirəm. Əslində bu elə bir şey deyil, ya xanımlar. Elə bir şey. Acı dünən məsələn paylaşdığım story. Post daha doğrusu. Nə idi orada? Özümə. Əslində mən onu heç kimə göndərmə etmirdim ki, çaqqal nə edə bilər ki canavara. Mən onu özümə ərmağan edirdim. Özümlə fəxr edirdim ki, bəli, mən güclüyəm. Mən qürurluyam. Mən bacarıram. Mən işinin peşəkarıyam. Mən bunu özümə deyə bir gün ayıldım ki, Çınarə, maşallah olsun. Həqiqətən də artıq işinin peşəkarısan və səni bu sahədə, yəni bilmədiyin bir şey artıq demək olar ki, yoxdur. Zaten ki, yenə də var ya, liderlərim. Yəni, heç də bilmirəm. O Məmmədova həmçinin də bilmirəm hansı alimlərin bir sözü var ya, bir dənə bir şey bilirəm ki, heç də bilmirəm. Amma özümə təsəlli verirəm ki, ayda, sən sıfırdan gəldin, bacardın, etdin, onu bacardın, bunu etdin, onu... Mən özümü ödüllendirirəm. Mənim ehtiyacım yoxdur məni Vüsələ Baxşaliyev ödüllendirsin. Mənim ehtiyacım yoxdur məni Gülnar Abbasova ödüllendirsin. Mənim ehtiyacım yoxdur məni Şeyda Yeni Gün ödüllendirsin. Mən özümü ödüllendirirəm. Bax, siz də birinci özünüzü ödüllendirəcəksiniz. Birinci özünüzdən fəxr edəcəksiniz. Bir çox yox, mimik bir şey etdiniz. Bir səs atdınız. Bir fikirlər bölüşdünüz. Bir nə bilim, nə olur olsun, onun fəxrini, qürurunu yaşayacaqsınız ki, çünki insan danışdığına dönüşür. Bunu da unutmayın. Bizə əlavələriniz var, səs açmışsınız. Bugün əlavə edin, sonra yenə də mən əlavə edəcəm. O qədər haqlısınız ki, liderim. Yəni insanın hələ ki qadın özünə dəyər verməsi
Yəni əgər güclü ana istəyiriksə, güclü qadın istəyirsə cəmiyyətə, mütləq ki, özünə dəyər vermək çox önəmlidir. Bu gün də yeri gəlmişkən deyim, buradan təşəkkür edirəm üst liderlərimə. Mənim üçün qəşəng bir diplom hazırlamışlar onlayn şəkildə. Təşəkkür diplomu. Mən də sizin sözünüz olmasa o qədər ona baxmışam. Onu mən özüm də hazırlaya bilirəm. Məsələn, mən də zamanında hazırlayıb öz insanlarıma verim. Amma gözlənilmədən olduğu üçün o da məni çox qürurlandırdı. Yəni bilirsiniz necə, dəyər elə bir şeydir ki, bəli biz özümüzü ödüllendiririk. Məsələn, mən özümə bir kitab alıram, deyirəm yaxşına layiqəm. Bir dənə kofe içirəm, deyirəm ki, özümə qiymət və vaxt ayırdım özümə. Adi bir şeylər, balaca bir şeylərlə də olsun. Məsələn, ilk Akik karyerası, yoxsa o vaxt Akik idi, sonra İnci çıxdı, sonra yenə Akik. Yəni ilk karyerada mən o qədər sevinmişdim ki, deyirdim, nə gözəl Akik karyerası. Yəni deyin ki, aslında ki, nə var ya orada, Akik altın atsaydım bir başqa, ya özümlü atsa. Siz ilk addımlarınızı qiymətləndirdikdə o sizdə topalaşıb, böyüyüb geri qayıdacaq və nəticədə siz onu qatlayaraq davam eləyəcəksiniz. Qatlayaraq hər dəfə çünki özümüzü içərdən, daxildən təmin edirik. Yəni hardasa özümüzə öz dəyər veririk. Ona görə də qızlar, xanımlar, bax burada nə qədər xanımlarımız var. Biz sizə deyirik, siz də bir öz ətrafınızdakı 5-10 nəfərə deyir. Qadın özünə dəyər verməlidir. Gözləməyin ki, kimsə sizə gəlsin dəyər versin. Gözləməyin ki, kimsə gəlsin desin Çınar xanım söz olsun. Əlbəttə ki, təsdiq lazımdır. O da gözəl bir şeydir. İnsan etdiyinin qarşılığını harasa bir yerdə umur ki, məsələn, mən bunu elədim. Görəsən qiymət verən onlara, görəsən qiymət vermək anlamında yox. Görəsən ondan fayda götürən oldu. Yəni bu da bir dəyərdir, öz dəyərdir. Ona görə də mütləq şəkildə baxın. Bu şirkət bizim özümüzə dəyər verməyimiz üçün ən ideal yoldur, qapıdır qarşımıza çıxıb. Bugün zaten qrupumda da bu sözü demişəm. Bir qapı var. Onu açıb açmamaq sənin əlindədir. Bu qapıdan o tərəfə gedəcək yol, mən demirəm ki, bura belə güllük gülistanlıq bir yoldur. Xeyr, daş kəsək var, tikan var, şüşə var, hər şey var. Amma bir də var ki, bu yolun sonunda nəticədə sənin istədiyin, illərdir qatladığın, qoyduğun arzular var. Hansı ki, sandığa yığdığın, üstünə toz bağladığı arzuların var. Ki, məndə bu belə olmuşdu. Artıq bir yerdən sonra insan ümidi kəsir ki, yox, daha məndə olmaz, məndə almaz. Amma bu iş mənim qarşıma çıxan dedim, niyə də olmasın? Niyə də etməyim? Mən bunu eləyə bilərəm. Etmək gücünə sahibəm. Yəni bu nədən elə gəlir? İnsan bəzən deyirlər insana, yox mən özümə güvənmirəm. Vallah güvənin. Vallah siz anasınız, dünyaya insan da gətirmisiniz. İnsan cəmiyyətə insanı biz yetişdiririk. Niyə də eləyə bilir? Bu iş var ha, qızlar, bizim üçün su içmək kimi bir şeydir. İstədiyimizi alana qədər də dayanmayacağıq və məqsədimizə doğru. Bir şey də əlavə edeyim. Baxın, burada ilk gündən liderim çox gözəl bir mövzuya toxundu. Mən təzəyəm, qoy adaptasyon yox. Qaçacaqsınız. Siz qaçacaqsınız ki, uça biləsiniz. Qaçmağı bacarmayan, uçmağı da bacarmayacaq. Qanadınız olmayacaq. Öyrəşəcəksiniz elə dəbələnməyə. Qaçacaqsınız. Bugün gəlmişəm komandaya. İlk işim nədir? Məhsul dövrəmi keçdim, qatladım, qoydum qırağa. Keçirəm nəyinəməyə? Məhsul əlimə gəldi. Başlayıram onu təqdimat çəkməyə. Gözəl şəkildə dəyərləndirməyə. Statuslarıma qoydum. 3-5 nəfərin diqqətini çəkdim. Və ondan sonra diqqət çəkəndən sonra gedirəm sponsorumun yaxasından yapışıram ki, necə danışmalıyam? Necə öyrənim ki, mən bunu insanıma sunum keçim. Öyrənin. 5 dənə yox eşidəcəksiniz, 10 dənə yox eşidəcəksiniz, etiraz görəcəksiniz. Bunlar sizi uğura aparan əsas məqamlardır. Bunları etməsəz, yəni ən yaxşı bir sinədir qorxuların üzərinə getməkdir xanımlar. Qorxuların üzərinə gedirsiniz, sonra da onun içindən keçirsiniz. Keçirsiniz digər tərəfinə, orada sizi rifah gözləyir. Buyurun liderim, davam edin siz. Və şikayət edənlərlə əlaqəni kəsəcəksiniz. Valla mən bu qurumun səbəbi konkret olaraq şikayət edənlərlə əlaqəni kəsməyimdir. Demirəm onlara, o fürsəti onlara verəcəksiniz. O fürsəti onlara başa salacaqsınız. Yorulacaqsınız, bezəcəksiniz, sonuna qədər dirənəcəksiniz. Amma şikayət edənlərlə o əlaqəni yavaş-yavaş artıq 1 ay, 2 ay, 3 ay, 5 ay, 10 ay səninlə artıq şikayət edən bir lider varsa, bir insan varsa, bil ki zaten o ya bir gün çıxıb gedəcək, çarəsini tapmaq başqa bir şeydir ha xanımlar. Mən buradan deyərəm gedərsiniz ailəmi o göz vurduğunuz yerdə, daha doğrusu qaş düzəltdiyiniz yerdə gözünüzü çıxardarsınız ki, əşli bu mənə etiraz elədi. Xeyr, etirazları da cavablandıracaqsınız. İnsanlarla doğru çalışmağı da öyrənəcəksiniz. Doğru çalışmağı da bacaracaqsınız. Hər bir etirazın bir cavabı olduğunu onlara göstərəcəksiniz. Amma bəzən olur ki, nə qədər əmək qoysan da, nə qədər əziyyət çəksən də, nə qədər, ya o qədər hər şeyə etiraz edən insan, hər şeyi belə niyəyə çevirən insana həyə çevirməyi bacarırsansa, tamam, yoluna davam edəcəksən. Bir işıq görürsənsə, yox, artıq gördün ki, müəyyən vaxtı səni o dibə çəkir. O zaman özünlə bərabər yeni insanları kəşf edib, onlarla bərabər yol alacaqsan. Bu mənim uğurumun deyərdim ki, həqiqətən də yeganə ən önəmli səbəblərindən biridir. Bir də, biz söz işlətdiniz, liderim. Dediniz ki,
uğur sadəcə və sadəcə bir qapıdır. Homlar bizə bir qapıdır. Şəbəkə bizisi bizə bir qapıdır və o qapıda deməyin ki, güllük gülistanlıq var. Daxil olarsan. Belə bir söz eşitmişdim. Uğur çatdığın məkan deyil, getdiyin yoldur. Yəni bəzən biz elə bilirik ki, uğur elə çatdıqsa uğura, vsyo. Bu bizim uğurumuzdur. Xeyr. Əslində bizim uğurumuz bu tikanlı, çətin, bezgin, sizgin, yorulduğumuz, etirazlarla çalışdığımız, gecəmi gündüzümüzə qatdığımız, saat dünən 1-ə qədər katılıq bağladığımız, bax, uğur budur. Və nəinki bu mənim uğurumdur və sənin də uğurundur. Sən əgər gəlmişsən, sistemə daxil olmuşsan, 3 nəfəri gətirmişsən, o 3 nəfərin məhsul devrəsini təşkil etdirmişsənsə, artıq sən uğurun pilləsindəsən. Sadəcə etap uğurun pilləkənlərini yavaş-yavaş qalxdıqda sən uğuru əldə etmiş olursan. Ona görə də xanımlar, uğur getdiyiniz yoldur. Çatdığınız məkan deyil ki, biz hər zaman daha çoxunu istəyirik. Keçən səfər Subtay Balcıdan belə bir, hətta Subtay Balcının qolundakı saat, səhv etmirəmsə, neçə minlik saatı idi. Biz ona sual verərkən, belə bir deyim zamanı, daha doğrusu sual verməyərkən, belə danışmaq zamanı dedi ki, bax, ayrıca bizə bir məsləhət göstərdi ki, bu qolumdakı saat neçə minlik bir saatdır. Gəlin görək, mən artıq hədəfimə çatmışam mı? Xeyr, hədəfimə çatmamışam. Çünki hədəfdən hədəf doğur və bu saatı istəyib aldım, arzudan arzu doğur. Deyib, bugün daha böyükdür hədəfim. Deyərək, bugün ona görə də maşallah ki, Azərbaycanda nömrə 1-ni verməyəcək də. Heç vaxtda verməyib, verməyəcək də. Niyə? Çünki hədəfləri var. Yorulurlarmı? Mən bəzən gücümü həqiqətən şirkətdən də alıram. Niyə şirkətdən alıram? Səbəbini deyəcəm. Çünki bu qədər yoxlara rəğbət, bu qədər gedənlərə rəğmən, ay bangır-bangır iki şirkətdə hom belədir deyən insanlara rəğmən. Bu gün ayaqda qalmağı bacarıb. Yenə arada deyirəm, pul dağıdır. Kabinetimizdə pulu görən kimi deyirəm, yenə şirkət kasasının ağzını açıb pul dağıdır. Və o mücadeləsini dayandırmırsa ki, niyə dayandırmır? Çünki bir vizyonu var, bir kalitəsi var, bir duruşu var, bir getdiyi yol var və o getdiyi yolda çatacağı arzusu var, xəyalı var, amalı var və o vizyonunu nə qədər qoruyacaq? Vizyon mən hər dəfə deyirəm. Bəzən insanlar vizyon deyəndə gözəl geyim, kosmetikadan ibarət. Xeyr, vizyon bu deyil. Vizyon üzdə deyil, xarakterdə formalaşır. Ki, sən getdiyin amala doğru irəliləməyə bacarıb və özünlə bərabər topladığın insanları vizyoner yetişdirməyə bacarırsansa, təbii ki, bir amal üzərində hər biriniz toplaşırsınızsa, o zaman siz vizyonlu bir yerə gəlmiş olursunuz. Ona görə də liderlərim, nə edəcəksiniz? Getdiniz bu yolda uğura imza atmaq üçün o yolu da sevəcəksiniz. Tikanlı da sevəcəksiniz. Ya gülə toxunmaq, gülü sevmək o asan bir iş deyil. Qızıl gülü hər birimiz sevirik. Elə bir insan yoxdur ki, yer üzündə qızıl gülə bayılmasın. Və o qızıl gülü dərərkən, niyə? Əlimizə batan dikenlər hər birinizin əlində batıbdır. Hansı ki, kənd həyatında yaşayan xanımlar mənim əlimə 100 dəfə, 1000 dəfə batıbdır. Hansı ki, babamın məhəlləsində gözəl qızıl güllər vardı. Ürəyim partırdı, onları yığıb evə gətirmək üçün nə qədər əllərimə tikan batdı. Mən o gülü tikanımla sevirdim. Və siz də bu uğurunuzu inşallah ki, Homelife-daki o həyat yolculuğunuzu mu deyim, iş yolculuğunuzu mu deyim, uğur yolculuğunuzu mu deyim, həyatınızı dəyişmə silsiləsində getdiyiniz yolu da çətinliklərinlə sevəcəksiniz. Bizim dünən bir səs atmışdı yenə, Xıdırzadə Arzunun səhv etmirəmsə səsi idi. Onun da arxasında da xanımlar maşallah çox gözəl fikirlərini bölüşdü. Belə bir söz işlətdi ki, biz əslində bəzi bizim arxada planda görsənən insanların bu günləri istər Aygün Məmmədov olsun, istər Təranə xanım olsun, istər Günnar xanım olsun, istər Füsələ xanım olsun, Pərvin xanım olsun, hər kəs bugün bu yerdə olma səbəbləri güclü olduqları üçün deyil, bacardıqları üçün deyil, yıxıldıqda yenidən davam etdikləri üçün bu gün buradadılar. Ona görə siz də yıxıldıqda, bezdikdə, sıxıldıqda sadəcə telefonu kənara qoyacaqsınız. Bir özünüzə 1 saat, yarım saat verəcəksiniz. Gedəcəksiniz çayınızı, kofenizi. Arada görürəm Aygün Məmmədovanı çox da bəyənirəm. Gedir qəşəng istirahətli yerə. Çünki mənim elə bir alanım yoxdur. Allah qismət eləsin. Mən də evim alanda bir dənə də bağ ev alacağam. Allahın izni ilə inşallah. O zaman mən də o alan yaradacağam. Hal-hazırda burada yaratdı. Ay, xoş gəldiniz liderim. Yaratdığım alanda artıq belə deyim də o öz xoşbəxtliyimi tapıram. Xanımlar, xoşbəxtçilik, inanın ki, xoşbəxt qadın, xoşbəxt insan, yox, xoşbəxt lider, xoşbəxt ana yoxdur. Xoşbəxt anlar var ki, o alanı sən yaradabilirsən. Təşəkkür edirəm, buyur liderim. Bir dənə bunu da deyim sizə, xanımlar. Baxın, bir dənə məqsədiniz olsun.
Məsələn, səhv eləmirəmsə Steve Jobs idi milyonçulardan. Bunu dəfələrlə demişəm, bu mənim çox xoşuma gəlmişdi. İntervyu götürəndə ondan demişlər ki, ən böyük məqsədiniz nədir? Demişdi ki, qırmızı Ferrari almaq. Yəni jurnalist məhtəl qalmışdı ki, axı siz milyonçusuz. İstəsəniz bir yox, neçə dənə qırmızı Ferrari alsın, onu da alsam, yəni uğura getmək üçün məni itələyəcək bir səbəb olmayacaq, bir amal olmayacaq. Siz istədiyiniz məqsədi qoyun yuxarı bir rəfə. Ona çatmaq üçün çaba göstərin. Çalışmayın çatmağa. Yəni necə deyim, onu əldə edəndən sonra bəzi şeylər var, əldə edəndən sonra dəyəri itir. Yəni o qalsın bir yerlərdə. Hər zaman özünüzə əl çatmaz hədəflər qoyun. O sizi böyüdəcək, o bizi böyüdəcək. Mən bu dəqiqə elə hədəflər qoymuşam ki, mən deyəndə mənə baxıb gülürlər. Yazıb yapışdırmışam. Deyirəm gülün, gülün. İnsanlar bizim xəyallarımıza gülürsə, məqsədlərimizə gülürsə, bilin ki, doğru yoldayıq. Təşəkkür edirəm sizə liderim mən də. Xoş gəlmisiniz Pərvin xanım. Buyurun, sizin də fikirlərinizi Allah son olaraq yekunlaşdıraq. Salamlayıram. Mən sizi görmürəm, bilmirəm niyə görmürəm. Siz məni görürsünüz, görmürsünüz, bilmirəm. Ola bilər bəlkə də mənim internetimdəndir. Liderim, görürük. Buyurun. Həqiqətən sizləri dinləmək çox xoş idi. Bəzən Aycun xanıma deyirəm, bu sektorda elə insanlar var ki, onları saatlarla da dinləsəm yorulmaram. Məhz o iki liderdən sizsiniz. Həqiqətən çox dəyərli bir saat oldu, dolu saat oldu. Sizi görmək üçün girdim, çıxdım, amma gördüm ki, yox, nəyisə düzəlmədi. O qədər gözəl hissələrə toxundunuz. Baxın, bəzən xanımlarımız bunu yaşamış bir insan olaraq deyirəm, deyir başına gələn başmaqçı olur. Bəzən xanımlarımız elə bir düşünürlər ki, kimlərsə bu sektorda təbii ki, kimlərsə bunlardan gedirsə və yaxud da kimlərsə bunlara gəlmədisə, onlar uğurlu ola bilməyəcəklər və yaxud da onların uğurları keçişəcəkdir. Xeyr, bizdən başlayır. Keçən dəfə mən bunu hər dəfəsində deyirəm. Subutay bəy Diamond üstü toplantıda bir qəşəng söz işlətdi. Dedi, əgər bir insanın hədəfi, məqsədi telefon almaqdırsa, 3 minlik telefondursa və mənim məqsədim 300 minlik evdirsə, mən ondan stimul ala bilmərəm. Mən gözləyə bilmərəm ki, o işləyəndə mən işləyim, o işləməyəndə mən işləməyim. Hər kəs öz hədəfinə, məqsədinə uyğun çalışır bu sektorda. Nə istədiyimizi biz bilirik, nələrə qadir olduğumuzu biz bilirik. Bəzən düşüşlər olur, çöküşlər olur. İnsanlıq, heç kəs burada, belə deyim də, batarya ilə işləmir. Bezirsən, yorulursan, tükənirsən, düşünürsən ki, alınmayacaqdır, olmayacaqdır, yorulursan. Amma inanın ki, bu bir neçə dəqiqədən artıq olmamalıdır. Yəni, bu sahada çatmamalıdır da. Əgər bu sahada çatdısa və siz düşdüyünüz yerdən özünüzü qaldıra bilmədinizsə, bu çox pis bir şeydir. Kimsə gəlib sizi qaldırmamalıdır. Əgər kimsə sizə əl uzadır, sizi qaldırırsa, inanın ki, bu müvəqqəti olacaq bir şeydir. İnsan öz-özünə stimul verməli, bacarmalıdır, nə istədiyini bilməlidir. O arzumuz, o hədəfimiz, o məqsədimiz var. Biz onu hər gün gözümüzün önünə gətirməliyik. Məmmədovanın sözünə qüvvət, qoy bizə gülsünlər, bizim xəyallarımıza gülsünlər, bizim arzularımıza gülsünlər, hədəflərimizə gülsünlər. Amma biz nə istədiyimizi bilirik, hansı bir proyektin içində olduğumuzu bilirik. Yəni, düşünürük ki, biz hal-hazırda milyonluq bir platformanın distributorlarıyıq, referanslarıyıq. Yəni, milyonluq bir platformadan söhbət gedir və oturub nə vaxtsa xəyalını qura bilərdikmi ki, hansısa milyonluq bir platformada mən gedib özümə bir hissə alacam. Mən hansısa bir platformanın, hansısa bir böyük xəyalıma belə gəlməyəcək bir proyektin distributoru olacam. Həqiqətən də inanıram. Çox inanıram ki, çox gözəl uğurlar əldə edəcək. Zaten bu dəqiqə bir çiçəklənən vaxtıdır. Çətinliklərimiz oldu, düşüşlərimiz oldu. Bu normaldır, olmalıdır da. Zaten düşüş olmasa qalxış olmaz. O deyir, nə qədər sərt çəkirsənsə, o qədər sərt gedir, o yay oxu nə qədər sərt çəkirsənsə o qədər və yaxud da necə düşürsənsə və bir dənə söz çox xoşuma gəlir. Deyir, bir idmançı yıxıldığı vaxtı deyil, qalxmadığı vaxtı uduzur. Bu bizim həyatımızda da belədir. Yıxıldığımız vaxt uduzmuruq. Yıxıldığımız vaxt daha güclü ayağa qalxmaq üçün yıxılırıq və həyatda heç bir şey üçün heyfsizləməyin. Hər şey bizim üçün bir təcrübədir. Bəzən bəzi hadisələr bizə o qədər pis görsənir, o qədər belə fiso da bitdi. Bununla da hər şey bitdi, tükəndi. Mən toparlana bilməyəcəm, mən qalxa bilməyəcəm. Görəsən niyə belə oldu? Bu olmamalıydı, belə. Xeyr, hər baş verən hadisə bizim xeyrimizə baş verir. Hər baş verən hadisə. Həyatda hər şey bizim üçün təcrübədir. Əgər bu gün olmasa və biz bu gün olandan özümüz üçün bir nəticə çıxartmasaq, sabah ondan pisi, ondan betəri bizim başımıza gələr və biz həqiqətən onda qalxa bilmərik. Ən kiçik bir pis hadisədən belə özümüz üçün, hadisə bir baş vermiş bir peşmançılıqdan belə özümüz üçün bir nəticə çıxartmalıyıq ki, bu mənim həyatımda niyə baş verdi? Nəyə görə baş verdi? Mənim buradan çıxartmalıyım.
atmalı olduğum dərs nədir? Nəyə görə mən bunu yaşadım? Harda boşluq buraxdım, harda səhv buraxdım, harda yanlış etdim ki, mən bunu yaşadım. Mənim sabahım var, mənim birisi günüm var, mənim o biri günüm var. Mənim həyatım davam edir. Mən gələcəkdə bunu etməməliyəm. O keçmişə takılı qalmaq lazım deyil. Oldu, bitdi, keçdi. Həqiqətən də dəyərli bir yerdəyik, özəl bir yerdəyik və bu gün bura toplanmışıqsa demək ki, bir məqsədi var. Allah Taala bunu bizə yaşatmaq üçün bizim qarşımıza çıxardıb da və bu gün bizi bura birləşdirən, birimiz Gəncədə, birimiz Tovuzda, birimiz Şəmsirdə, birimiz orada, birimiz burada və bu gün bizi bura birləşdirən bizim arzumuz, bizim hədəfimiz, bizim məqsədimizdir. Nə istədiyimizi biləcəyik və getdiyimiz yolda arxaya baxmayacaq. Yəni bu arxaya baxmayacaq. Yalnız önümüzə baxacaq. Həqiqətən uğur qazanmış insanlardan stimul olacaq. Əgər bir insan belə qazanıbdırsa, inanın burada hər kəs eləyə bilər. O işləmədi, getdi. O mənim komandamda olsaydı elə yaxşı olardı. Mən onunla işləyərdim. Falan kəsin komandasında aktivi var, məndə yoxdur. Bunların hər biri boş şeydir. Nə vaxt ki özünüzə güvənəcəksiniz, həqiqətən özünüzü bu sektorda tək görəcəksiniz və hər şeyi o çiyinlərinizə alacaqsınız, onda bütün qapılar sizin üçün açılacaqdır. Düzdür, zamanla yol yoldaşlarınız olacaqdır, nətər deyirlər, o yükünüzü qaldıranlar olacaqdır, işinizə dəstək olanlar olacaqdır. Amma bunlar bizi rahatlatmamalıdır. Yəni rahatlaşdığımız an hansı ki artıq tapdım. Mən artıq işimi belə deyəndə qarantiya almışam düşüncəsi bizə gəldisə, inanın ki o çöküş deməkdir. Öz işimizin o ipi, atarı bizim öz əlimizdə olmalıdır. Yəni biz bunu özümüz üçün eləyirik. Gedənlər öz xəyalından əl çəkdi, getdi. Mən xəyalımı kiminsə üzərində qurmamışam ki, Çinarə Baxşaliyeva gəlsin, işləsin, mən gedim hansısa bir hədəfimə çatım. Xeyr, mən xəyalımı mən yaşayıram, mən arzumu mən reallaşdıracağam və onu reallaşdırsam da, reallaşdırmasam da o mənim olacaqdır. Ona görə də bu sektorda təkik. Ümumiyyətlə deyirlər, kabinetə girdin adımın altı, ümumiyyətlə təkik. Yəni mən belə düşünürəm ki, ümumiyyətlə təkik. Və doğrudan da özümüzə güvəndiyimiz zaman hər şey bizim üçün çox möhtəşəm olacaqdır. Təşəkkür edirəm, var olasınız. Həqiqətən də dolu-dolu zövq aldığım bir sahədə oldu. Liderim. Fikirləriniz var ki, möhtəşəm, ötəsi Yazdım dolu-dolu. liderim. Yazdım. Deməli, diqqətimi çəkən iki fikir. Sənin arzun telefondursa, mənim arzum 300 minlik evdirsə Subtay Balcının. Mən o zaman səninlə yol gedə bilmərəm. Ya, bayıldım. Niyə bayıldım? Çünki hər kəs öz arzusuna doğru arzuladığı qədər çalışır. Bu çox gözəl bir stat oldu. Bir də bir söz dediniz. Yıxılan uduzmur. Yıxıldığı yerdən qalxmayan uduzur. Möhtəşəmsiniz. O zaman nə edəcəyik? Həqiqətən çox möhtəşəm fikirlər. O zaman nə edəcək xanımlar? Haydi bismillah deyib ayımıza ilk növbədə bərəkətimizi qatacaq. Qruplarda gözləyirəm. Muğur Yol Akademiyasında hər kəs aylıq devrəsini təşkil etsin və ay ərzində də o qrupa hər gün o devriyələr atılsın. İkinci növbədə xəyallarınıza, arzularınıza doğru durmadan çalışacaqsınız. Bugün mən o kabinetimdə 1900 manat gəlir gördüm ki, hansı ki zaman var idi. Bir də Aygün Məmmədova bir söz işlətdi ki, mən böyük xəyallar qurmaq və mənə deyirlər, gülürlər böyük xəyallar. Zaman var idi ki, mən evdən hər hansı bir yerə, bölgəyə getməyi belə xəyalını qurarkən mənə yoldaşım deyirdi ki, hə, ancaq sən xəyal qurarsan və ailəsi deyirdi ki, bu gəlin nədir evdən bayra çıxdı, nə gəlinin nə işi var? Allah, gəlin vəbşin yan askildə qalmalıdır ki, yəni belə bir ailədə böyüyən birisi olaraqdan bu günləri mən artıq Azərbaycanın bir neçə bölgəsini maşallah olsun ki, həm də bura qalmayım, bura belə qalmışkən həm də Türkiyəyə getməyim bir xəyal olaraq başladı və real olaraq da davam etdi. Ona görə böyük xəyallar qurmaqdan qorxmayın, çəkinməyin. İnsan xəyalını yaşayır, insan danışdığını da inşallah ki yaşayır. Hələlik gecəniz xeyrə qalsın. İnşallah ki faydalı olduq, yararlı olduq. Ayın əvvəlindən planlar qurulsun. Disiplinli şəkildə statistika üzərindən nə lazımdır, necə lazımdır ki, qruplar hər bir haqqında məlumat veririk. Hadi bismillah deyib ayımızı açıq elan etmişdik. Hələlik.